Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, hörmətli böyüklər, ağsaqqallar, dəyərli cəmaat. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, səhabələrinə, əhli beytinə və qiyamət gününə dək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun, bu cür gözəl məclisdə cəm olub, toplaşmışıq. Təbrik edirəm mən də qardaşıma. Allah Teala onun evliliyin xeyirli, bərəkətli, mübarək etsin. Evlilikdə olan bütün faydalara uca Rəbbim onu çatdırsın, onu nail etsin. Valideynlərinin gözləri aydın olsun. Allah Teala hər iki tərəfə çoxluca xeyirlər, bolluca faydalar nəsib etsin. Allah Teala onları həm bu dünyada, həm də axirətdə xoşbəxt eləsin. Bütün subay, qardaş və bacılarıma evlənməyi, ailə həyatı qurmağı, gözəl, salih, zürriyyət sahibi olmağı Allahdan diləyib, Allahdan istəyirəm. Əziz cəmaat, gənclik çox böyük bir nemətdir. Allah Teala insanı bu dünyaya gətirdikdən sonra onu təxminən 3 ya 4 mərhələdən keçirir. İlk öncə uşaqlıq dövrü, uşaqlıq dövründən sonra yeniyetməlik dövrü, yeniyetməlik dövründən sonra gənclik dövrü, gənclik dövründən sonra isə ahıl yaşa çatmaq, sonra böyüyüb ağsaqqal dövrü. Gənclik bu dövrlərin içərisində deyərdim ki, ən dəyərlilərindən, ən qiymətlərindən biridir. İnsan aləmlərin Rəbbi olan uca Allaha ibadət etməklə mükəlləf məhz gənclik dövründə olur. Əvvəlki dövrdə bu mükəlləfiyyət yoxdur, çünki uşaqdır, balacadır. Onun üzərində Allaha ibadət və itaat eləmək yoxdur. Gənclik dövrünə qədəm qoyan zaman artıq o, aləmlərin Rəbbi olan uca Allaha ibadət və itayət etməklə mükəlləf olur. Yəni, artıq onun boynuna haqdır. Əlbəttə ki, Allaha ibadət və itayət etmək, bununla mükəlləf olmaq ən böyük, ən şərəfli məqamdır. Allah Teala insanları və cinləri ona ibadət etmək üçün yaradıb. İnsanın da boynuna bu ibadət, bu itayət zamanı gələndə artıq o, Allah yanında dəyərli, qiymətli çağına gəlib çatmış olur. Allaha ibadət etmək, onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinmək. Gənclik dövründə olur. Bu gənclik dövründə insanın namaz qılmağa başlaması var, oruç tutmağa başlaması var, həcc etməsi var, ümrə etməsi var, zəkat verməsi var. Hamısı bu dövrlərdə olur. Baxmayaraq ki, Qur'an-ı Kərimi, ərəb dili, təməl dini bilgiləri uşaqlıq zamanında öyrənə bilir. Uşaqlıq dövründə öyrənə bilir. Kiçik yaşlarda Qur'an-ı Kərim oxumaqdır, onu əzbərləməkdir, ərəb dilidir, tədrisi ilə məşğul olmaq olur. Amma ibadət və itayətlər isə bu dövrdən başlayır. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm qocalıq gəlməmişdən qabaq gəncliyin, cavanlığın, qədir qiymətin bilməyi bizlərə buyurur. 5 şey gəlməmişdən qabaq 5 şeyin qədrini bilin. Xəstəlik gəlməmişdən qabaq sağlamlığınızın qədrini bilin. Kasıbçılıq gəlməmişdən qabaq zənginliyinizin qədrini bilin. Məşğul edici işlər gəlməmişdən qabaq boş vaxtınızın qədrini bilin. Ölüm sizə gəlməmişdən qabaq həyatınızın qədrini bilin. Və bir də qocalıq sizə gəlməmişdən qabaq gəncliyinizin qədrini bilin. Bu gənclik olduqca qiymətlidir. Gənclik dövründə həmçinin evlənib ailə həyatı qurmaq var, zürriyyət, övladlar sahibi olmaq var.
Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, kıyamet günü insan 4 şey hakkında soruşulmadıkça ayağı yerindən dəbərməyəcək. Malını hardan qazanıb, haraya xərclədin, Allahın sənə bəxş etmiş olduğu ömrü harda keçirdin, öyrəndiyin elmlə nə əməllər etdin və bir də gəncliyini nədə keçirdin. Yəni, baxın, deməyə uşaqlığınızı nədə keçirdin, deyir gəncliyinizi. Ona görə gəncliyi olduqca mühümdür. Dinimiz gənclərlə həmçinin mülayim olmağı buyurur. Baxın, gənclik dövrü qiymətlidir. Bu dövrdə mükəlləf oluruq. Allah Teala bizə ibadət və itaəti buyurur. Elm öyrənmək var, elm üçün səfərə çıxmaq var. Hamısı bu yaşlardan başlayır. Eləcə də gənclərlə mülayim olmaq, xüsusən də indiki vəziyyətdə, indiki vaxtda. Allah Resulü sallallahu aleyhi və səlləmin zamanında da gənclər var idi. Peyğəmbər sallallahu aleyhi və səlləm onların rəyinə, fikrinə qiymət verərdi, dəyərləndirərdi. Uhud döyüşündə eşidir ki, düşman ordu toplayıb gəlib, məsləhət edir. Necə müdafiə olunur? Nə məsləhət edirsiniz? Həmin əsnada gənclər deyirlər, ya Rasulallah, biz Bədir döyüşündə iştirak eləməmişdik. O vaxtı hələ gücümüz, yaşımız çatmırdı. Uhud döyüşündə sən bizi harada qoysan orada döyüşəcəyik, orada iştirak eləyəcəyik. Rasul sallallahu aleyhi və səlləm onların bu addımlarına çox sevinir. Hətta onların təklifi ilə deyir ki, gedək Mədinəni kənarda, düşmanı Mədinədən kənarda qarşılayır. Onlarla məsləhət, məşvərət edirlər. Allah Teala İbrahim aleyhisselam haqqında buyurur ki, فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْيَ Oğlu İsmail artıq onunla işləmə vaxtına çatanda, yəni gedmə, gəlmə, onun ətrafında işləmə vaxtına çatanda oğlu İsmail قَالَ يَا بُنَيَّ deyir ki, ey mənim oğlum, İnni ərə fil mənəmi ənni əzbəhuk. Mən yuxuda görürəm ki, səni kəsirəm. Fənzur məzə tərə. De görüm, nə məsləhət edirsən? Baxın, oğlu ilə məsləhət edir. Allah subhanətə Allah uzun illərdən sonra ona bir övlad nəsib edir. Uzun illərdən sonra, hətta qocalıq yaşında, özü də, zövcəsi də, qoca olan yaşda Allah Teala ona övlad nəsib edir. Bir müddətdən sonra bu övlad gəlib ən şirin çağına çatanda, yəni artıq atanın böyründə gedir, gəlir, aydındır, o ilə bərabər yol gedir, yol gəlir, işləyir. Allah Teala ona əmr edir ki, yuxuda oğlunu Allah üçün qurban kəs. Gəlir o yuxunu övladı ilə məsləhət edir. Övladı ilə məsləhət edir. Övladı isə o qədər gözəl yetişib ki, o qədər gözəl, əlhəmdə, ədəbdə, əxlaqda deyir ki, atacan, İf'al mə tu'mar. Allah sənə nəyi əmr edibsə, onu yerinə yetir. Sətəciduni inşaallahu minəs-sabirin. Sən görəsən ki, mən inşallah səbir edənlərdən olacağam. Allahın o cür əzəmətli əmrin Peyğəmbərlər atası İbrahim əleyhissalama yerinə yetirməkdə oğlu dəstək və köməklik edir. Uşaqla məsləhət edir. Uşaq qaçmaq əvəzinə, atacan apar məni gizzət. Xeyr, elə şey mi olar əvəzinə? Deyir ki, ata, Allah sənə nəyi əmr edibsə onu yerinə yetir və sən görəsən ki, mən səbr edənlərdən olaram. Gənclərlə məsləhət eləmək, məşvərət eləmək. Peyğəmbərlərin yolundandır bu. Həzrəti Ömər öz xilafəti zamanı böyük səhabələrlə məsləhət, məşvərət edərmiş bir məsələdə. O məclisə Abdullah ibn Abbası da çağırır. Günlərin bir günü Nasr surəsinin təfsirini soruşur. Nasr surəsinin təfsiri haqqında hamı danışır, öz fikrini deyir. Sonda Abdullah ibn Abbası dindirir. Deyir, sən bu surənin təfsiri haqqında nə deyirsən? Abdullah ibn Abbas da gənc, orada oturub ağsaqqal sahabələr deyir, bütün təfsirlər doğrudur, düzgün deyirlər. Lakin bir şey yaddan çıxmasın.
Nasr surəsinin nazil olmağı artıq Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat etməyinə işarə və xəbər idi. Həzrət Ömər deyir ki, o zaman yaşlı şeyxlərə deyir, indi bildinizmi mən niyə ondan məsləhət məşvərət edirəm? Baxmayaraq ki, gənc Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat edəndə hələ Abdullah ibn Abbas həddi buluğa çatmamışdı. Həzrət Ömərin xilafəti zamanında isə o gənc dövründə ondan məsləhət məşvərət edir. Gənclərlə mülayim olmaq. İndi fitnələr daha çoxdur. Keçmişdə də fitnələr var idi. Peyğəmbər s.ə.v dövründə də vardı. Amma indi daha çoxdur. Daha böyükdür. Günlərin bir günü Allah Resulü sallallahu aleyhi və səlləm səhabələri ilə oturan yerdə bir nəfər gənc gəlir Allah Resulü sallallahu aleyhi və səlləmin yanına. Hamı sahabələrlə oturub gəlir deyir, ya Resulallah, zina etmək üçün səndən icazə istəyirəm. Vəziyyət elə bir həddədir ki, dayana bilmir, zina eləmək üçün səndən icazə istəyirəm. Sahabələr dəhşədə gəlir. Sahabələr dəhşədə gəlir. Bəziləri deyir ki, bu nə sözü deyirsən sən Allah Resulü sallallahu aleyhi və səlləm. Bəziləri deyir ki, çıxarın bunu buradan. Bu nə sual verir? Bəziləri isə durur ümumiyyətlə məclisi tərk edir. Allah Resulü sallallahu aleyhi və səlləm o gənci çağırır. Oturtur qarşısında. Deyir, sən idinmi o sualı mənə verən? Deyir, bəli, mən idim. Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, razı olarsanmı kimsə sənin ananla bu işi eləsin. Çox təsirli xütbə verir, o nəsiyyət edir. O gənc deyir ki, atam, anam sənə fəda olsun, ya Resulallah. Vallahi, aləmlərin Rəbbi olan Allaha and olsun ki, razı olmaraq və kimsə gəlib mənim anamla bu işi eləsin. Rasul sallallahu aleyhi və səlləm deyir ki, eləcə də başqa insanlar razı olmaz ki, kimsə onun anası ilə bu işi eləsin. Sonra sayır, razı olarsanmı bacınla kimsə gəlib bu işi eləsin. Atam, anam sənə fəda olsun, ya Resulallah. Allaha and olsun ki, razı olmaraq ki, kimsə gəlib mənim bacımla bu işi eləsin. Allah Nəbi sallallahu aleyhi və səlləm deyir ki, eləcə də başqaları razı deyil ki, onun bacısı ilə bu iş görülsün. Sonra sayır qızınla, razı olarsanmı, xalanla, bibinlə, hamısında deyir ki, xeyr, ya Resulallah. Razı olmaram ki, kimsə mənim xalamla və ya bibimlə və ya qızımla bu iş eləsin. Allah Nəbi sallallahu aleyhi ve sellem deyir ki, eləcə də bil ki, heç kim razı olmaz ki, onun xalası ilə, bibisi ilə, qızı ilə, bacısı ilə, anası ilə kimsə bu işi görür. Çünki o işi gördüyün adam, o qadın ya kiminsə bacısıdır, ya xalasıdır, ya bibisidir, ya da anasıdır. Bu cür əzəmətli təsirli xütbə etdikdən sonra əlin qoyur onun sinəsinin üzərinə bu duanı edir. Allahümməğfir zənbəhu və tahhir qalbəhu və hassin fərcəhu. Allahım, onun bu günahını bağışla. Onun qəlbin təmizlə, bu şey onun qəlbindən çıxsın, onun ədəb yerin günahdan qoru saxla. Sadiqlə, ixlasla ona bu cür dua edir. Həmin cavan qardaşlarım, o məclisdən durub elə gedir ki, elə bil 15-20 dəqiqə bundan qabaq pis vəziyyətdə zina etmək istəyi ilə gələn heç bu deyil idi. Allah Resulü sallallahu aleyhi və səlləm onunla mülayimliklə, gözəl şəkildə rəftar edir, qalıcı çox təsirli moizə edir, ixlaslı, səmimi qəlbdən dua edir. Fayda verir o gəncə. Elə qalxıb gedir ki, sanki bayaq o iş üçün gələn bu deyil. Gənclərlə mülayim olmaq, xüsusən də indiki vaxtda vəziyyət gərgindir, görürsünüz, yəni dünya tam var gücü ilə düşüb insanların üzərinə, yəni gizlin heç nə yoxdur artıq. Hər şey ayan-bayan ortadadır. Sir adlı, ayıb adlı, övrət adlı heç nə qalmır. Hər şey artıq ayan-bayan ortadadır. 15 yaşında uşaq bilir ki, falan şey nətər olur, filan şey nətər olur. Hər şeyi
Nöqtəsinə qədər, incə ayrıntısına qədər bilirlər. Şeyx Abdüləziz İbn Bəz, Allah ona rəhmət etsin, sual verirlər ki, möhtərəm şeyx, iradəmiz çox zəifdir. Çox, həqiqətən. Özümüzü saxlaya bilmirik. Bir işin üzərində dayana bilmirik. Əvvəllər sələflərdə vaxt çox az idi, amma iradələri, ibadətləri çox idi. Həddindən artıq çox idi. Bizim isə vaxtımız çoxdur, amma iradəmiz, ibadətimiz çox azdır. Səbəb nədir bu? Bu iradə zəifliyinin səbəbi nədir? Şeyx Abdüləziz İbn Bəz, Allah ona rəhmət etsin, deyir ki, oğlum, vaxt elə həmin vaxtdır. Necə ki, keçmişdə vaxt həmin vaxtdır. Lakin o salih sələflərə nisbətdə indi iman həmin imandır. Qəlblər də həmin qəlblərdir. Vəziyyət dəyişir. İndi günahlar açıq, ayan-bayan ortadadır. Keçmişdə elə deyil idi. Keçmişdə məsələn, qadınlar hamısı icabda, niqabda, aydındır, içki içilən yerlər yox və s. Üzr istəyirəm, pis işlər görülən yerlər yox. Amma indi hər şey açıq, ayan ortadadır. O günahları etmək də çox asan və rahat olur. Kifayətdir ki, əlimizdəki bax bu telefon. Nəyə istəsə, heç bir maniyə olmadan daxil olub, baxmaq, qulaq asmaq və s. mümkündür. Ona görə vaxt həmin vaxtdır, lakin iman həmin imandır. Qəlblər həmin qəlblərdir. Sonra Allah Resulü sallallahu aleyhi və səlləmin Əbu Hüreyrədən rəvayət olunan bu hədisini oxuyur. Allah Nəbi sallallahu aleyhi və səlləm buyurur ki, Əl-mu'minul qaviyyu xayrun və əhabbu ilallahi minəl mu'minil daif. Güclü mömin Allaha zəif mömindən daha xeyirli və daha sevimlidir. Güclü mömin yəni imanda, iradədə, ibadətdə güclü mömin. Sonra da bədəndə, sağlamlıqda güclü mömin. Lakin hər ikisində də xeyir var. Hər ikisində də xeyir var. İhris alə mə yənfəuk. Sənə fayda verən şeyə həris ol. Bilirsən ki, o şeydə sənə xeyir var, fayda var, həris ol. Onun dalıyla düş. وَاسْتَعِنْ بِاللّٰهِ Allah'tan köməklik istə. وَلَا تَعْجَزَنْ Acizlik, tənbəlliyi göstərmə. Sənə fayda verən şeyin arxasıyla get. Allah'tan köməklik istə. Acizlik və tənbəlliyi göstərmə. وَاِنْ أَصَابَكَ شَيْءٌ فَلَا تَقُلْ لَوْ أَنِّي فَعَلْتُ كَانَ كَذَا وَكَذَا Başına bir hadisə gəlsə, demək ki, mən belə etməsəydim, belə olmazdı. Belə söz demə. وَلَكِنْ قُلْ قَدَّرَ اللّٰهُ وَمَا شَاءَ فَعَلْ Lakin denən Allahın təqdiridir. O nə istəsə o da baş verir. Həqiqətən də çaş demək şeytana qapı və yol açır. Allah Teala bizim ömrümüzü, həyatımızı özünün sevdiyi və razı qaldığı işlərdə keçirməyə müvəffəq etsin. Bu gəncliyimizi, bu gəncliyimizin ən yaxşı dövrlərin onun sevdiyi və razı qaldığı işlərə, ibadətə, itaətə, ixlasla, sünnəyə uyğun qaydada yaşamağı müvəffəq etsin. Vallahi, əgər gənclik yaxşı olsa, möhkəm olsa, o cəmiyyət, o ölkə, o xalq islah olacaq və həmişə də yaxşı güclü olacaq. Allah Teala bizi halalları ilə kifayətləndirsin, haramlardan bizi uzaq və kənar etsin. Təkrar təbrik edirəm. Allah xoşbəxt eləsin. Eləcə də Allah Teala buradakı bütün qardaşlarımızı xoşbəxt eləsin. Subaylar evlənsin. Evlənənlər oğul, uşaq, nəvə, nəticə sahibi olsunlar. Sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira ilə yevmiddin.